Gürcüstanın paytaxtında Tbilisidə qanuni oğru David Quceyani vəfat edib. O, kriminal aləmdə daha çox Dato Tbiliska adı ilə tanınırdı. Məlumata görə Dato xəstəlik səbəbi ilə həbsdən azad edildikdən az sonra dünyasını dəyişib. Onun kriminal aləmə daxil olub-olmaması ilə bağlı fikirlər fərqlidir. Datonun sözlərinə görə o 1995-ci ildə tac alıb, lakin 1996-cı ildə Tümenə köçəndən sonra Çervishev qəbristanlığında Kutaisindən olan qanuni oğru Michel onu hər iki ayağından gülləliyib. Buna səbəb Datonun əvvəlcə statusundan imtina etməməsi, sonra isə qaçmaqdan boyun qaçırması olub. Bu halda həmin ilin noyabrında Dato qarət işi üzrə Tümen İstintaq Təcridxanasına düşüb, oğrularla konflikt səbəbi ilə məhbəsdə nə həmin vaxt, nə də sonraki illərdə onun statusu tanınmayıb. 2003-cü ildə Gürcüstana təhvil verilməyənə qədər Dato bir sıra həbsxanalarda, Nijnevartovskda, Surgutda və əsasən Xarp daşınma koloniyasında cəza çəkib. Gürcüstanda isə atasının səyləri nəticəsində səhhətinə görə vaxtından əvvəl azad edilib.